have got və ya has got qaydası. Var, malik olmaq deməkdir. Have və ya have got, has və ya has got. İkisi də var, malik olmaq mənasını bildirir. I, we, you, they. Bunlarla have və ya have got, he, she, it, yəni üçüncü şəxsin təkində isə has və ya has got işlənəcəkdir. They have got a house və ya they have a house. İkisi də onların evi var mənasını bildirir. Heç bir tərcümədə fərqlilik yoxdur. Sadəcə olaraq inkarda və sualda got-un işlənib işlənilmədiyinə görə fərqlilik olacaqdır. Əgər cümlədə got varsa, burada got göstərilib. O zaman cümlənin inkarı da, sualı da have got-un özü ilə düzələcək. İnkarda they have got a house, inkarda olacaq they haven't got a house. Onların evi yoxdur. Haven't got qısa formadadır, uzun forması have not got. Və got işlənməyən halda they have a house, inkarda olacaq they don't have a house. Yəni, əgər cümləmizdə got yoxdursa, bizim köməkçi feilimiz köməklə gələcəkdir. Yəni, do-dan istifadə olunacaq. İnkarda isə don't-dan, yəni do not əlavə olunacaqdır. Bir də təkrar edirəm, cümlədə got yoxdur. Demək ki, inkarda don't istifadə olunacaq. They don't have a house olacaq. Sual formasında da eyni ilə got olan cümlələrdə have əvvələ keçir, olur have they got a house və sualı have-lə verdiyimiz üçün cavabda da have-dən istifadə edəcəyik. Yes, they have, no, they haven't şəklində olacaq. Digər hissədə isə got yoxdur. Burada got olmadığı üçün do-dan istifadə eləmişik. Do they have a house? Cavabda da sual do ilə verildiyi üçün cavabda do ilə istifadə olunacaq. Yes, they do. No, they don't şəklində. Və üçüncü şəxsin təkində. Üçüncü şəxsin təkində has got və ya has-dən istifadə olunur. He has got a house və ya he has a house. Onun evi var. Ancaq inkar və sualda got-dan asılı olaraq müəyyən dəyişikliklər olacaqdır. Əgər cümlədə got varsa, burada birinci hissədə got istifadə olunur. Ona görə də cümlənin inkarı elə has got-un özü ilə düzəlir. Yəni, inkarda olacaq hasn't got. He hasn't got a house. Onun evi yoxdur. Hasn't got, has not got-un qısa formasıdır. Əgər cümləmizdə got yoxdursa, bu cümlədə he has a house. O zaman biz burada does köməkçi feilindən istifadə edəcəyik. Üçüncü şəxsin tək olduğu üçün burada biz do-dan yox, does-dan istifadə edirik. Və cümlədə does işləndiyi üçün artıq has olacaq have. Çünki has-dəki s artıq does-a keçibdir və üçüncü şəxsin təkini göstərir. Ona görə də feilimiz artıq have olacaq. He doesn't have a house. Bu şəkildə olacaq. Və sual formasında has he got a house? Çünki burada got var. Ona görə sualı bu şəkildə düzəldir. Has əvvələ keçir. Has he got a house? Və sualımızı has-lə verdiyimiz üçün cavabımız da has-lə olacaq. Yes, he has. Burada qeyd eləyək. İnkarda da no, he hasn't şəklində qısa cavablar veriləcək. Əgər cümləmizdə got yoxdursa, bu zaman üçüncü şəxsin təkində does-dan istifadə edirik və yenə də has-dəki s does-a keçdiyi üçün have olacaq. Does he have a house? Və burada sualı does-la vermişik. Qısa cavabımız da does-la olacaq. Yes, he does. No, he doesn't. Və daha bir qeydi demək istəyirəm. Çaşdırılan məqamlardan biri də there is, there are ilə have, has got-un fərqidir. There is, there are tipli cümlələr yer bildirən cümlələrdir. Yəni, haradasa nəsə var demək istədikdə biz there is, there are-dan istifadə edirik. Buradakı kimi. There is a book on the table. Stolun üstündə kitab var. Yəni, harada? Stolun üstündə. Amma have got, has got isə var, malik olmaq mənasını bildirir. Yeri göstərmir bu tipli cümlələr.
Və bir də daha bir fərqi də bu şəkildə edə bilərsiniz. Have got, has got olan cümlələri biz malik olmaq şəklində də tərcümə eləyə bilirik. Yəni he has got a house, onun evi var və ya da ki o evə malikdir. Ancaq there is a book on the table biz burada malik olmaq mənasında tərcümə edə bilmirik. Sadəcə stolun üstündə kitab olduğunu göstərə bilirik.